İnsan özünü tapmaq üçün, özünü yenidən var etmək üçün nə etməlidir? Biz böyüdüyümüzü qəbul edək. Birincisi, biz böyük insanlarıq. Və böyümüş insan, yetişkin insan artıq məsuliyyət qəbul edən insandır. Çoxumuz həmin bu məsuliyyəti bəzən atırıq başqalarına. Ona görə ən birinci tövsiyəm odur ki, özünü yetişkin bir insan kimi qəbul etmək. Yetişkin insan səhv də edər və səhvinin gətirdiyi nəticələri də görür və öz aldığı qərarı, necə deyim, olduğu kimi hörmət edir. Və bir zdravi мысl də onun təkrarlamır və yaxud da ki, başqa yolları sınayır. Birincisi o. İkincisi də özümüzü cılızlaşdırmayaq, əzməyək. Biz həqiqətən göründüyümüzdən çox daha böyüyük. Bizim içərimizdə elə çox sadə olaraq və elə o terapevtlərin sözündən istifadə edəcəm, bədənlərimiz var. Və bu o qədər çətin bir şeydir. Hətta o kitabda da deyir böyüyəndə sən bu günə qədər etdiyin ən cəsarətli addım nə olub? Deyir kömək istəmək. Ona görə kömək istəmək də okeydir, normaldır. Biz tək üstündən gəlmək məcburiyyətində deyilik.